Yaxşısı budur da xoş gördük. Hər kəs həyatının müəyyən mərhələsində belə bir sualla üzləşir. Həyatı planlamalıyam, yoxsa hər şeyi olduğu kimi qəbul edib axınına buraxmalıyam? Elə biz də bu suala cavab tapmaq üçün araşdırma aparmışıq. Hər şeyi planlamaq gələcəyi qoruyur, yoxsa bugünü yaşamağa mane olur? Həyatı axışa buraxmaq rahatlıqdır, yoxsa qeyri-müəyyənlik? Axışa buraxanda həqiqətdən azad oluruq, yoxsa məsuliyyətdən qaçırıq? Plan istiqamətdir, yoxsa sərhəd? Qəhrəmanımıza görə uğurlarının daha çox planlı olduğu vaxtlarda olub, yoxsa spontan qərarlarda? Bütün bunlar az sonra yaxşısı budur da. Mövzumuzla bağlı ilk olaraq paytaxt sakinlərinin fikirlərini dinləyək. Əslində plandan yaşayıram həyatımı. Sadəcə bəzən olur ki, planlarım baş tutmadığı üçün bəzi məsələlər var ki, istisna məsələlərdir ki, orada plan qurmuram da, yəni spontan yaşayıram. Nə olar, axarına buraxıram deyək. Siz həyatı planlı yaşayanlardansınız, yoxsa axarına buraxırsınız? Əslində həyatın sürprizlərlə dolu olacağını nəzərə alaraq plansız yaşamağın tərəfdarıyam. Yəni bir axarla getməkdənsə yeniliklərə açıq olmaq lazımdır. Ona görə daha yaxşısı odur ki, plansız yaşamaq lazımdır. Bəzi günlər olur ki, dərslərim olur ya da hər hansı başqa işlərim. Həmin günlər planlı yaşamalı oluram, günümü planlı keçirirəm. Amma bəzi günlər isə üzərimdə bir məsuliyyət olmur və axışına buraxıram həmin günü. Mən əsasən işlərimi planlı şəkildə görürəm, bir musiqiçi olaraq. Amma belə plansız şəkildə, məsələn, dostlarla harasa bir oturmaqdır və yaxud plansız şəkildə olur. Bilirsiniz, rayona gedirik gəzməyə, Azərbaycanın gözəl güşələrinə, bölgələrimizə. Onlar plansız şəkildə ola bilir. İnsan beyni qeyri-müəyyənliyi sevmir. Qədim dövrlərdən bəri plan qurmaq həyatda qalmaq strategiyası olub. Qədim insanların qida ehtiyatı toplamaq, mövsümə hazırlaşmaq, təhlükədən qorunmaq kimi planlı davranışları mövcud idi. Müasir dünyada da planlı həyata münasibət dəyişməyib. Təhsil planı, karyera planı, maliyyə planı bunlar insana sabitlik hissi verir. Psixoloq Edwin Lukun məqsəd qoyma nəzəriyyəsinə görə konkret və çətin hədəflər insan performansını artırır. Yəni, plan sadəcə siyahı deyil, həm də motivasiya mexanizmidir. Deyirlər ki, plan uğurun 50%-dır. Amma fikir verin, 50%. Demək ki, 50% nəsə digər bir məqamlardır. Digər məqamlar bu rahatçılıqdır, bu məmnuniyyətdir, bu tələsməməkdir, bu həyatda nə istədiyini bilməkdir. Əsas bunlardır. Və siz səhər-səhər duranda mən sizə tövsiyə edirəm ki, hər gün üçün minimum 3 dənə addım, 3 dənə hansısa sizin hərəkət, görüş, sizin bu hədəfinizə çatdıran, aparan, amalınıza, istəyinizə doğru reallaşdıran bir üsullar düşünün. Hərəkət düşünün. Ola bilər ki, səhər-səhər bir YouTube kanalına dinlədiniz 15 dəqiqə. Ola bilər ki, 20 dəqiqə fiziki aktivlik elədiniz. Və yaxud kimlənsə bugün görüşdünüz. Və bu həmin 3 addım sizi hədəfinizə çatdıran olacaq. Plan başlayır ondan ki, mən bugün nə istəyirəm, nə edəcəm. Eyni zamanda da mən bugün xoşbəxt olmaq istəyirəm, məmnun olmaq istəyirəm. Əsas məqsədi yaddan çıxartmayın. Planlı yaşayanlar qərar verməzdən əvvəl düşünürlər. Hər şeyi öncədən hesablamağa çalışırlar. Onlar riskləri gözə alırlar. Bu cür insanlar nəzarət hissindən güc alırlar. Plan bizim stres səviyyəmizi azaldır, düzdür. Əgər biz bilirik ki, ən qiymətli resurs vaxtı və biz bilirik nəyi necə sərf eləyirik, həmin resursu. Amma digər tərəfdən həyat bizə hərdən sürprizlər təqdim edir. Yaxşı sürprizlər və yaxşı olmayan sürprizlər təbii ki. Ona görə də biraz o sürprizlərə hazır olmaq, kazuslara hazır olmaq lazımdır. Və mən tövsiyə edirəm, bəli, siz planı qurun, amma çeviklik də yaxşı bir şeydir. Çeviklik nədir? Yəni, mən plan dəyişilər deyə
ona uyğunlaşmalıyam və bu sizin stresi müqavimətinizi aşağı salmayacaq. Siz nə qədər çevik olsanız, nə qədər uyğunlaşma prosesi sizdə daha da yumuşaq gedəcək, bir o qədər stressiz olacaqsınız. Yəni sizin planınız ani dəyişilməsinə hazır olmalısınız. Həddindən artıq plan görünməz həbsxanaya bənzəyə bilər. Həyat dinamikdir. İnsanlar dəyişir, şərait dəyişir, prioritetlər dəyişir. Həddindən artıq planlama perfeksionizm yaradır. Xırda pozuntularda məyusluq gətirir, spontanlığı öldürür, özünü günahlandırma hissini artırır. Perfeksionizm təşviş pozuntunun əlamətidir. Biz həyatda heç nəyi mükəmməl edə bilmərik, çatdıra bilmərik. Həmişə orada bir nöqsan çıxacaq, həmişə orada təkmilləşdirməyə bir meyar çıxacaq. Ona görə də mən bunu mükəmməl edirəm deyə və yaxud bu məhsulum mükəmməldir deyə bunu düşünmək mümkün deyil. Və ona görə də əgər biz bu fikrin dalınca düşürük, demək ki, biz daimi daxilimizdə təşviş, həyəcan saxlayırıq ki, mən nəyisə düzgün etmədim, mən bunu daha da yaxşı eləyə bilərəm. Bu bizim məmnuniyyətimizi aşağı salır, onunla belə həss hissi ala bilmirik nəticədən. Əgər görürsünüz ki, bu kontrol altına düşmür, gərək öz üzərinizdə işləyəsiniz, yəni psixoloqa müraciət etməlisiniz. Əgər yanaşı digər də əlamətlər var. Məsələn, yuxuya gedə bilmirsiniz, düşünürsünüz, bugün mən nə etmişəm, niyə belə etmişəm, sabah nə edəcəm, niyə mən onu çatdırmıram. Bu artıq psixiatra müraciət üçün əlamətlərdir. Filosof Alan Watson yanaşması maraqlıdır. O deyirdi ki, həyat musiqi kimidir. Məqsəd mahnının sonuna çatmaq deyil, onu yaşamaqdır. Həddindən artıq nəzarət həyatın axışını boğa bilər. Deməli, plan bizi qoruyur, amma həddindən artıq plan bizi sıxa bilər. Həyatı axışına buraxmaq nə deməkdir? Əslində bu məsuliyyətsizlik deyil, həyatın dəyişkənliyini olduğu kimi qəbul etməkdir. Həyatı axışına buraxmağın bəzi üstünlükləri var. Stres azalır, yaradıcılıq artır, fürsətlər daha tez görünür. Spontan qərarlar bəzən həyatın ən gözəl dönüş nöqtələrini yaradır. Tanış olduğun insan, dəyişdiyin istiqamət, gözlənilməz fürsət. Bunlar çox vaxt planın xaricində olur. Yaradıcılıqla məşğul olan insan öz hədəfinə çatır və məmnundur, deməli onun da planı var. Sadəcə onun planı digər o hansında ki planlama konkret bir səriştədir, ondan fərqlənir. O tutalım ki, duyğusaldır. O deyir ki, mən onda işləyəcəm, haçan ki mənim daxili resurslarım buna imkan verəcək və mən işləyəcəm. Duyğusal olaraq yönəlir, emosiyalara uyğun olaraq plan qurur və bu yenə də plandır. Bəli, sərt plan vaxtla bağlı deyil, amma hansısa bir meyarlar var ki, o deyir ki, mən bunu eləyəcəm. Bilirsiniz, bu dünyada hər kəs üçün yer var. Hər kəs öz həyat tərzini seçərək yaşayır. Əsas odur ki, məmnun olsun, stressə düşməsin. Tamamilə axışa buraxılmış həyatın da riski var. Məqsədsizlik yarada bilər, maddi və karyera baxımından geriləmə gətirə bilər. Uzun müddətli nəticələrdə boşluq yaranar. Axış azadlıqdır, amma sükan yoxdursa istiqamət də olmaya bilər. Çox vaxtı valideynlər müraciət edir ki, bəs övladlarım disiplinli deyil, motivasiyası enib. İndi məsələn abituriyentlər imtahanlar verəcək. Biz istəyirik otursun vaxtında, oxusun, vaxtında yatsın, vaxtında dursun. Bəs disiplin nədir? Disiplin elə planın tətbiqidir. Hörmətli valideynlər, əgər siz uşaqlıqdan, hətta bildirilir ki, 4 yaşdan yuxarı uşağa planlı yaşamaq, vaxtında plan nədir? Təbii ki, onların hədəfləri hələ yoxdur. Amma vaxtında yatmaq, asudə vaxt, zövq aldığı vaxt, hansısa cizgi filmlərinə baxmaq üçün vaxt ayırmaq ki, 1 saat baxdın bəsdir. Daha otur uşağın əlinə planşet ver ki, mənim öz işlərim var, bu plan deyil. Əgər siz 4 yaşdan yuxarı övladlarınıza plan nə olduğunu izah etsəz, artıq siz 14 yaşda o sualı verməyəcəksiniz ki, mənim övladım niyə disiplinsizdir? Disiplin elə planın tətbiqidir. Ən sağlam yanaşma budur. Böyük məqsədlər planlı, detallar elastik olsun. Nəticəyə fokuslan, amma prosesi yaşa. Planı dəyişməkdən qorxma. Məsələn, 5 il sonra maliyyə cəhətdən daha güclü olmaq istəyirəm.
Bu fikir istiqamətə köklənmiş məqsəddir. Amma bu yolda hansı fürsətlər çıxacaq, hansı dəyişikliklər olacaq, bunlar axışdır. Bu mövzuya dair bir çox müasir yanaşmalarda deyilir ki, illik hesabat yaz, aylıq prioritet seç, həftəlik plan qur, günlük isə elastik qal. Beləliklə, sən həm istiqaməti saxlayırsan, həm də həyatın sürprizlərinə açıq olursan. Elə bu məqamda həyatda müəyyən uğurlar əldə etmiş bizim qəhrəmanlarımıza keçid etməyin əsl vaxtıdır. Gəlin görək, onlar uğura imza atmaq üçün həyatı planlı yaşayır, yoxsa axışına buraxırlar. Düşünürəm ki, mən uzun müddətli planlayıb axarına buraxanlardanım. Ümumiyyətcə plansız yaşamaq insanı təsadüflərin öhdəsinə buraxır. Eyni zamanda tamamilə planlı yaşamaq da insan həyatındakı o adrenalini azaldır. Və bu yüzden mən düşünürəm ki, uzun müddətli plan qurub, insanda vərdişlər, öz həyatında vərdişlər yaradıb, həyatı gedişatına buraxmaq daha yaxşıdır. Yəni bunu necə izah edərdim? Yolun özünü dəyişmək yox, yol gedərkən metodları dəyişmək lazımdır. Düzünü desəm, ümumiyyətcə şəxsi inkişafın metodlarını sonradan kəşf etmişəm və planlamaq, hədəfləmək, vərdişlərin formalaşması, iradə gücü və bunlar barədə bilgiləri sonradan almağa başlamışam. Amma 10-cu, 11-ci sinifdən başlayaraq həyatımda bəli planları tətbiq etməyə başlamışam. Məsələn, 11-ci sinifdə oxuyanda mən dərslərimin gedişatını planlayırdım. Nədə zəifəmsə onu daha çox intensiv edirdim. İnstituta qəbul imtahanı hazırlaşanda zəif bildiyim fənləri 2 qat hazırlığını çoxaltmışdım və bu planlamanın sayəsində İnstituta qəbul imtahanında kifayət qədər yaxşı nəticə göstərmişdim. 700 bal toplamışdım 2008-ci ildə və bunun nəticəsi də oldu. Sonradan biznes həyatına başladım və biznes həyatında da mən anladım ki, planlamaq nəticələrə kifayət qədər əhəmiyyətli dərəcədə təsir edir. Sonradan öz sağlamlığımla bağlı, şəxsi həyatımla bağlı, bacarıqlarımla bağlı onlara da baxdım ki, doğrudan da planlamaq və plansız yaşamaq arasında kifayət qədər fərq var. Əksər insan düşünür ki, hər hansı bir vərdişi formalaşdırmaq, hər hansı bir işə adaptasiya eləmək çox ciddi bir disiplin tələb edir və illərlə sən bu disiplini qorumalısan. Əslində elə deyil. Əslində biz hər hansı bir vərdiş həyatımıza salarkən və yaxud hər hansı plana uyarkən cəmi 2-3 ay disiplin olmamız lazımdır. Tutaq ki, siz idmanla məşğul olmaq istəyirsiniz və plan tutmuşsunuz ki, həftədə 2 dəfə idmana gedəcəyik və artıq biz bundan sonra sağlam həyat tərzi sürən idman edən bir şəxs olacağıq. Burada önəmli olan budur ki, biz əvvəlki şəxsiyyət kimi idi, bu heç vaxt idman etməyən adam idi. Bu birisi şəxsiyyət isə həftədə 2-3 dəfə idmana gedən adamdır. Bununla bu birinci və ikinci şəxsiyyət bir-birindən tam fərqlənir. Biz bunların arasında ilk növbədə hibrid bir keçid təşkil etməliyik. Yəni, biz birdən-birə həftədə 3 dəfə idmana gedən adam yox, həftədə 1 dəfə idmana gedən və yüngül idman edən adam olmalıyıq. Və bunu disiplinə salmalıyıq. Mümkün qədər yaratmaq istədiyimiz şəxsiyyət olduğumuz şəxsiyyətə yaxınlaşmalıdır. Və bu keçid tədrici baş verməlidir. Mən özümdə etdiyim bir təcrübəni deyə bilərəm sizə. Mən uzun illərdir idmana gedirəm. Mən ilkin idmana başlayanda həftədə yalnız bir gün, bazar günü idmana gedirdim və təxminən 1 saat yarım çox yüngül çəkilərlə məşq edirdim. Və bu prosesdə də qulaqçıqları taxırdım və bir audio kitaba qulaq asırdım. Və bu prosesin özü mənə maraqlı idi ki, mən həm də bir kitaba qulaq asıram, həm də orada dostlar tapıram. Və həftədə bir dəfə saat yarım yüngül çəki ilə məşq edən Elvin heç vaxt məşq etməyən Elvinə çox oxşuyurdu. Sonra bir il keçdikdən sonra artıq rejimimi həftədə 2 dəfə idmana çevirdim. 2 dəfə çəkiləri biraz artırdım. 3-cü il həm çəkiləri artırdım, həm də həftədəki intensivliyi 3 dəfəyə qaldırdım. Yəni, bizim önəmli olan, etməli olduğumuz şey disiplini qısa bir müddətdə və çox belə böyük bir hədəflər olmadan saxlamaqdır. Bu artıq vərdişə çevrildikdən sonra proses özü gedir. İş də belədir, şəxsi həyat da belədir, ailə də belədir. Məsələn, ailədəki xoşbəxtliklə bağlı olan vərdişlər var. Deyək ki, məsələn, uşaqlarla həftənin 6-cı günü hər hansı bir oyun yerinə getmək, yoldaşınla məsələn həftənin bir günü pizza restoranına getmək, nə bilim, coffee shop'a getmək, bəlkə nəsə bir yeni bir şeylər birlikdə çəkmək övladlarından. Bu vərdişlər zaman-zaman formalaşır. Yəni, birdən-birə sən desən ki, artıq mən qərar verdim, bu həftədən mən hər axşam uşaqlarla keçirəcəm, hər altı bazarı mən ailəmlə olacam.
Amma sənin əvvəlki şəxsiyyətin o deyilsə və bu yaşam tərzi əvvəlkindən tamamilə fərqlənirsə, bunu saxlamaq çətindir. Sənin iradə gücün maksimum çalışacaq ki, sən əvvəlki versiyaya qaytarsın. Bu yüzden məsələn sizin sualınız budur ki, mən bir şeyə başlayıram, amma onu yarımçıq qoyuram. Çünki o başladığınız şey əvvəlki həyat formanızdan çox fərqlənir. Çox fərqliyində sizin beyniniz sizi əvvəlki öyrəşdiyi formaya qaytarmağa çalışır və qaytarır da. Elə şəxsiyyət forması var ki, onun təbiəti məsələn səliqəlidir, disiplinlidir. Əksinə plansızlıq onu narahat edir. Həmçinin elə şəxsiyyət forması da var ki, məsələn xaos ona xoşbəxtlik gətirir. Onun həyatında bəlli bir nizam olanda o çalışır ki, nəsə bir macəra tapsın ki, həyatının nizamı pozulsun. Belə adamlar da var, amma ümumilikdə istər macərapərəstlər, disiplinli ola bilər, planlı ola bilər, istərsə də planlı insanlar da, yəni o səliqə səhmanı sevən adamlar da planlı yaşaya bilər. Hər insanın, belə deyək də, ailədən də gələn bir vərdişlər var. Əslində bizim ailəmiz çox mühüm rol oynayır biz necə insanıq, yəni o formalaşmasında. Eyni zamanda da bizim təbiətimiz var. Hər insanın bir təbiəti var. O sizə xas olan təbiətinizdə bir xüsusiyyətlər var, bir xasiyyətiniz var. Və bunun üstünə yenə də şuurlu qərarlar gəlir. Baxanda ki, bu mənə nə verir? Mənim, misal üçün, xaotik olmağım mənə nə verir? Mən bunu planlı, daha çox disiplinli olsam, o mənə nə verir? Və onu nəsə sizin özünüzdə də xoşunuza gəlmirsə, çox vaxt olur da, misal üçün, ailədə hansı bir vərdişlər var. Böyüyəndə o qədər də yəni, sənə xoş olmur. Başa düşürsən ki, çox da xoşuna gəlmir. Çox asan deyil bu, əslində. Hərdən olur ki, istər-istəməz biz valideynlərin də hansı bir xasiyyətlərini götürürük, ümumiyyətlə genetikdə. Bu yenə də o qədər, yəni heç xoşunuza gəlmirsə, mən inanıram ki, hər insan onu dəyişə bilər. Müəyyən bir dərəcəyə qədər. Əslində mən inanıram ki, hər bir insan nəyisə edirsə, o istəyə bağlıdır. Yəni insanın o istəyi varsa, yəni mən nəyisə istəyirəmsə, nəyisə nail olmaq istəyirəmsə, bütün başqa, sən heç vaxt düşünmürsən ki, yox, mən disiplinli olmalıyam, mən nəyisə olmalıyam. O vaxt o işləmir. Sizin istəyiniz varsa, yəni hədəfiniz nədir? Yəni o hədəf varsa, mən nəyisə nail olmaq istəyirəm, o zaman artıq bütün, belə deyək də, o disiplindir, hansısa bir həyat tərzidir, o avtomatik olaraq yəni həyatınıza gəlir. Nailiyyətlərimi istəklə qazanım. Mən ona görə istəyə bağlayıram. Yəni, sən həyatda nəyə nail olmaq istəyirsən, yəni istəyə bağlıdır. Disiplin sonra bir alətdir. Mən disiplini heç zaman belə özümü məcbur edərək, yəni ki, yox, mən məcbur bunu eləyəcəm, eləməmişəm. Misal üçün, idmandır, çox adi. İdmanı eləyərkən, niyə idmana gedirsən? Yox, mən özümü məcbur etməmişəm idmana getmək. Mən istəyən, yəni mən hansı idman növünü sevirəmsə, o idman növünə getmişəm. Yox, mən misal üçün mütləq fitnessa gedim, çünki fitnessdan sonra nəsə olacaq, belə məncə işləmir. Məndə idman, bilirəm ki, idman sevirəm əslində və sağlamlıq üçün yaxşıdır. O zaman mənə xoş olan idman növünü seçmişəm və sizə nəsə xoş olursa, o zaman onu edirsiniz. Yəni o zaman özünüzü məcbur etmirsiniz. Yəni məncə sistem belə işləyir. Yaradıcılıq prosesini tənzimləmək çox önəmlidir. Çünki təbii yaradıcılıq bir planla getmir. Yaradıcılıq, yəni ilham gələndə gəlir, gəlməyəndə gəlmir. Amma orada da bir nüans var. Misal üçün, mənim düşünürəm ki, bir kolleksiya eləyəcəm. Tamam, bir kolleksiya edəcəm, amma hərdən olur bizdə bəzi kolleksiyalar 3 il onu tamam, yəni bilirəm ki, hələm tamamlamaq üçün tam istədiyim kimi deyil, o zaman vaxt tələb edir. Amma bu vaxt da bir plandır. Tamam, o da bir qərardır. Amma misal üçün, hansısa bir kolleksiyanı etmək istəyirəmsə və istəyirəm, yəni müəyyən hansısa bir səbəblərə görə mən istəyirəm bu il çıxsın. O zaman o təbii ki, yəni o bir plandır ki, biz bu kolleksiyanın üzərində işləyəcəyik. Nə qədər işləyəcəyik? Həftədə misal üçün 3 dəfə hansısa bir əşyanın üzərində işləyəcəyik. Bu da bir plandır əslində. Yenə də belə bir
sualdırsa, ya və ya, birincisi mən və ya inanmıram. Yəni həyat o qədər gəlizdir ki, asan və gəliz eyni zamanda. Yəni bütün həyatda plan da olur, həyatda axırıcı da hansısa bir yəni həyat tərzi də olur. Amma mən ona inanıram ki, yəni yenə də niyəsə nail olmaq istəyirsinizsə, o zaman onun üzərində işləmək lazımdır. İşləmək də çox vaxt disiplindir və plandır. Yaxşısı budurum, bu dəfəki məşhur qonaq rubrikasında Pantomim Teatrının aktyoru Əli Əlizadədir qonağım. Xoş gördüm sizi Əli bəy, necəsiz? Çox sağ olun, minnətdaram, təşəkkür edirəm. Çox yaxşıyam. Sizin qonağınız olduğum üçün daha çox yaxşıyam. Bugünkü mövzumuz həyatı axınına buraxmaq, yoxsa planlı yaşamaqdır. Əli Əlizadə üçün həyatı planlı yaşamaq lazımdır, yoxsa axışına buraxmaq? Düzünə qalsa, həqiqətən də mən axında buraxanlardanım. Niyə görə? Çünki olub həyatda ki, plan cızmışam, hansısa bir işi eləmək istəmişəm. Alınıb və çox gözəl də alınıb. Amma onu belə deyim də, istədiyim vaxt alınmayıb. Yəni, o demək deyil ki, məsəl üçün, ondan əl çəkmişəm o planı. O planı sadəcə belə deyim də, özüm üçün bir arzu kimi qoymuşam, o planı bir məqsəd kimi qoymuşam və onun axınına buraxmışam o planı. Və o axınla o özü gedəndə o plan, nə vaxtsa gəlib hansısa bir yerdə alınanda, həqiqətən də sən deyirsən ki, mən bu planı cızmışdım həyatımda, mən bu planı istəmişdim və axını ilə getdi və bu özü gəldi, yetişdi mənə də. Həqiqətən də həyatımda o qədər misallar var ki, o qədər hadisələr var ki, axını ilə gedib və öz məcrasına çatıb. Çünki insanın təbiəti, insanın ruhu, insanın varlığı təbiətlə eynidir. Mən düşünürəm ki, təbiətin özü belə öz axınındadır. Yunan mifologiyasında insanlara təklif olunan tanrılar tərəfindən Apollonla Dionisin belə bir təklifi var ki, Dionis deyir ki, insanlar hər şeyi buraxmalıdır, rahat yaşamalıdır. Apollon da deyir ki, yox, planlı şəkildə yaşamaq lazımdır. Yəni, insanlar daha çox planlı tərəfə üstünlük verirlər və belə də yaşayırlar. Bu, əslində çox nəticəli bir şeydir. Amma düşünürəm ki, insan üçün, insan varlığı üçün hardasa balanslı yaşamaq daha düzdür. Biz içimizdə o planı tutmalıyıq, o siyahını tutub hazır saxlamalıyıq. Amma onu belə deyim də, həyatımızın sonu kimi qiymətləndirməməliyik ki, son olmadısa və vəssalam, bu bitdi. Bu belə olmamalıdır. Düşünürəm ki, onu həyatın axınına buraxmaq lazımdır. Olarsa olsun, olmazsa digər planların da həyata keçməsi mümkündür. Əli bəy, belə başa düşdüm ki, sizin müsahibənizdən siz həyatı yaradıcı insan olduğunuza görə əsasən axışına buraxanlardansınız. Böyük amallarınız olsa da əsasən axınına buraxırsınız həyatı. Amma axınına buraxmaqla bir balaca da disiplin olması önəmlidir. Bəs disiplin necə? Var həyatınızda? Həyatda disiplin, arzu, plan və üstəlik də öz məcrasına buraxmaq, bütün bu tendensiyalar hamısı birləşəndə insan istədiyinə çata bilir. Və əlbəttə mənim özümün disiplinim var, rutinlərim var, gündəlik məsəl üçün məqsədlərim var ki, onları yerinə yetirməliyəm. Eləyə bilməyəndə mənim üçün belə deyim, bu həftə məsəl üçün onları biraz nisbətən azaltmışam, ona görə də özümdə biraz narahatçılıq hiss edirəm. O disiplinlər mütləq olmalıdır və idmandır, müəyyən vaxtlar musiqi ilə məşğul olmaqdır, musiqini dinləmək də mənim üçün vacib olanlardandır. Arada tez-tez demirəm, amma arada kitab oxumaqdır, onlayn kitaba qulaq asmaqdır. Bunlar mənim üçün həftəlik, aylıq planlardır, onları yerinə yetirmək vacibdir. Səmimi müsahibəniz üçün sizə minnətdaram. Təşəkkür edirəm ki, bu günləri vaxt ayırdınız, bizlə həm söhbət oldunuz. Hər daim sizə planlarınız, amallarınızda zirvədə olmağı arzulayıram. Var olun. Çox sağ olun Gülər xanım, minnətdaram sizə. Yaxşısı budur, hər zaman istədiyinizə çatmaq istəyirsinizsə, planlı olun, amma eyni zamanda həyatı axından buraxın və yaşayın. Həyat nə tamamilə plandan ibarətdir, nə də başdan-başa təsadüflər üzərində qurulub. Əgər hər şeyi planlasan, həyat ssenariyə çevrilər. Əgər hər şeyi axışa buraxsan, həyat təsadüf olacaq. Ən gözəl həyat həm şüurlu seçimlərin, həm də gözlənilməz sürprizlərin birləşməsidir. Plan qur,
amma plana əsir olma. Axşa icazə ver, amma sükanı buraxma. Artıq bildik ki, plan qurmaq lazımdır. Axı, sənin arzuların dəyərlidir və bir də axşa da buraxmaq lazımdır. Çünki həyat özü canlıdır. Gələn həftə yeni araşdırmamızla evinizin qonağı olmaq diləyi ilə. Hələlik!